Vaxtınız xeyir olsun değerli izləyicilərimiz, xoş gördük sizləri. Məştəqabız olma yolunda yola hardasa bir 100-150 metr məsafədə 200 torpaq sahəsinin üzərində şəxsi tikilidir. Həyət evinə çıxıb aşağısının kəmərinə, yuxarının kəmərinə qədər, hətta evdə digər var qardaş, ona qədər atmışam. Podvalda da tam rahat bir şəkildə aşağıda gezmək olur. Və inşallah giriş hissəsini sizlərə bir ən azından göstərək. Böyük qapı dəyişmək olur. Evin sağ və sol hissələrinə o tərəfin arxasından da fırlanmaq olur. Həyətdə sanuzeli var. Burada belə bayırda bir yer düzəldib qardaşımız. Yerdən də ən azından 6-7 daş gözükür. Bu hissəni göstərin zəhmət olmasa. Çıxacaq. Ehtiyac yoxdur, gəlin bu tərəfi göstərək. Bu tərəfi də göstərək. Evin özünü göstərin. Və onda nəzərinizə çatdıraq ki, belə deyək, 3 otaq, 1 mətbəxdən ibarətdir otaqlardır, yəni 2 otaqlar, normal otaqlardır. Qiymət 65.000 manatdır. Sənət Köhnə Bələdiyyədir. Bu hissəsini göstərək. Və gəlin buradan zəhmət olmasa, bir evin hissəsini təqdim edək, zəhmət olmasa. Və qeyd etdiyimiz kimi, qapı, yəni balaca qapı çıxsa, dəyişsə, böyük qapıda qoymaq olur və maşın rahat bir şəkildə həyətə keçid eləyər. Və keçək evin içərisini sizlərə göstərək. Yəni təkdaşdır, qoşadaş evdir. Stili ilə kombidir. Evin əşyaları harasa bir cüzi hissəsi qalacaq inşallah. Mətbəxini göstərəcək. Mətbəxi böyük mətbəxi var, yəni kiçik də mətbəx deyil. Normal mətbəxdir. Belə bir zalı var. Zal hissəsini təqdim edin zəhmət olmasa. Və bu otağı təqdim edin inşallah. Və bir yataq otağını da təqdim edək. Və gəlin buranı təqdim edək. Burada sanzeldir, ayrı-ayrı sanzelləri göstərəcəm. Və dəyərli izləyicilərimiz, qeyd etdiyimiz kimi Məştəqabız olma yolundadır, yoldan 150 metr məsafədədir. 200 torpaq sahəsinin üzərindədir, yerdən azından 6-7 daş kürsülüdür. Sənət Köhnə Bələdiyyə, qiymət 65.000 manatdır. Reallı olsa ev sahibi təxminən yəqin ki, inşallah indirim olunacaq və səhifəmiz sizlər üçün Məştəqabız əməkdaşları rəhbərliyi sizlərə dərin təşəkkürümüzü bildirir.